Hadise dünən ayın 7'sində gündüz saat 1:03 radələrində baş verib. Qadın tək olub evdə. Heç kim olmuyor. Tək yaşayan qadındır. Kimlər tərəfindənsə gəlib müsadirə ediblər, nəyini alıblar, neyini də bilmirik, amma faktiki olaraq qadını öldürüblər. İndi biz də tərəfimiz budur ki, dövlətimiz, hükümətimiz ölçü götürsün, canini tapsın, onun necə lazım cəzalandırsın. Yəni bu hadisə baş verdi, bizim də hamımız məyus olduq. Həm yaxın adamımızdır, həm qohumumuzdur, həm oğlumuzdur, qızımızdır. Bizim xahişimiz odur ki, canı tapılsın. Pozitiv fəaliyyətində razıyıq, belə şey, yəni əlbəttə razıyıq. Ancaq bir gün hələ bir şey yoxdur, rezultat yoxdur. Yəqin ki, tezliğini mənə düşünürəm ki, olar. Olsun və bizim elə tələbimiz canın tapılmasıdır. Ki və onu cəzalandırmaq. Qaldı bizim kənddə oğurluq çox olur. Bəlkə də bir 50-60 şey yarılıb. Bir oğlan, gene bir lal oğlanı öldürdülər, tulladılar. İli gəlir, onu da tapılmır. Xahiş edirik ki, tezliklə onu da tapasınız, onu da bir yola gətirəsiniz. Bunlar vaxtlar evdə qorxu içində yaşayırlar. Ki, sabah gələr məni də öldürər. Vəziyyətimiz çox çətindir, xahiş edirik. Bu kəndə gəlib baxarsınız, yoxlayasınız, patrollar, məsələ üstə cinayət yoxlasınlar ki, bizdə rahat